Bir marketlə bağlı 150 min manatlıq iddia üzrə məhkəmə araşdırması davam edir. Sahibkar bir sıra pozuntuların araşdırılmasını tələb edir. 6 avqust 2026-cı il tarixində Bakı Kommersiya Məhkəməsinin mebel şirkətinin rəhbəri Fuad Mirzəyevin bir market mağazalar şəbəkəsi ilə bağlı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Faktaza verilən məlumata görə həmin məhkəmə iclasında bir market tərəfindən nümayəndə iştirak etməyib. Bununla belə iş üzrə məhkəmə araşdırması davam edir və hazırda yekun qərar qəbul edilməyib. Fuad Mirzəyevin iddiasına əsasən bir marketlə əməkdaşlıq dövründə mebel məhsullarının daşınması, saxlanılması və müştərilərə çatdırılması zamanı bir sıra problemlər yaranıb. Sahibkar həmçinin ləğv olmuş və ya geri qaytarılmalı məhsulların ona qaytarılmadığını iddia edir. Sahibkarın sözlərinə görə bəzi məhsulların geri qaytarılması ilə bağlı aktlarda uyğunsuzluq olub və təqdim etdiyi sənədlər arasında özünəməxsus imzanın saxtalaşdırıldığını iddia etdiyi sənədlər də var. Fuad Mirzəyev bu iddiaları təsdiqləyən sübutların olduğunu bildirərək məhkəməyə bir sıra foto və sənədlər təqdim edib. Qeyd edək ki, təqdim olunan materialların həqiqiliyi ilə onların hüquqi qiyməti məhkəmə araşdırmasının nəticəsində müəyyən edilə bilər. Əgər sənədlərdə saxtalaşdırma və ya digər qanun pozuntuları aktı müvafiq qaydada təsdiqlənərsə, həmin hallara hüquqi qiymət verilməsi məsələsi də gündəmə gələ bilər. Sahibkar iddia ərizəsində qarşı tərəfdən 150 min manat maddi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun tutulmasını tələb edir. Mirzəyevin hesablamalarına əsasən əməkdaşlıq nəticəsində şirkətə dəymiş faktiki zərərin ən azı 150 min manat olduğu bildirilir. Fuad Mirzəyev hesab edir ki, əməkdaşlıq zamanı yarandığını bildirdiyi problemlər, məhsulların qaytarılması ilə bağlı məsələlər və təqdim etdiyi sənədlər hüquqi müstəvidə hər tərəfli araşdırılmalı və məsələyə obyektiv qiymət verilməlidir. Bir market nümayəndəsi iclasda iştirak etməyib. 6 avqust tarixində keçirilən məhkəmə iclasında bir market tərəfindən nümayəndənin iştirak etmədiyi bildirilir. Qarşı tərəfin iclasda iştirak etməməsinin səbəbi ilə bağlı hazırda redaksiyaya hər hansı rəsmi açıqlama daxil olmayıb. Məhkəmə tərəfindən iş üzrə hələlik yekun qərar qəbul edilməyib. Buna görə də tərəflərin irəli sürdüyü iddialar və təqdim etdiyi sübutlara yekun hüquqi qiymətin məhkəmə araşdırmasının nəticəsindən sonra veriləcəyi gözlənilir. Bakı Fakt az olaraq, xüsusi olaraq bildiririk ki, məqalədə qeyd olunan məlumatlar sahibkar Fuad Mirzəyevin açıqlamaları, təqdim etdiyi sənədlər və onun məhkəmədə irəli sürdüyü iddialar əsasında hazırlanıb. Yazıda səsləndirilən iddiaların yekun həqiqət kimi qəbul edilməməsi vacibdir. İş üzrə son hüquqi qiyməti məhkəmə verəcək. Bakı Fakt az bir market rəhbərliyinin problemli məsələlər şöbəsinin və ya iş üzrə digər cavabdeh şəxslərinin mövqeyini dərc etməyə hazırdır. Qarşı tərəf redaksiyaya müraciət edərək məsələyə dair öz açıqlamasını təqdim edə bilər. Məhkəmə prosesinin gedişi, növbəti iclasda qəbul ediləcək qərar və tərəflərin hüquqi mövqelərinin məhkəmə tərəfindən necə qiymətləndiriləcəyi Bakı Faktazın diqqətində saxlanılacaq.